Bakıda isə azyaşlı övladına ağır işgəncə verən ana saxlanılıb. Artıq uşağın sığınacağa yerləşdirilməsi təmin olunub. Azyaşlı aidiyyatçı dövlət qurumlarının nəzarətindədir. Saat 2-yə işləyir, mənim zülmümə bax. Bax, salı için yiyib, mənim zülmümə bax. Bir neçə gün əvvəl sosial şəbəkədə azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı görüntülər yayılmışdı. Anası Fatimə Ramazanova tərəfindən çəkilən və uşağın bir ayağı üstə küncə qoyulduğu videoda o azyaşlını döydüyünü etiraf edir. Deyirəm sana, şumurla mal basını çıxmışam. Deyirəm ki, Həmin görüntülərdə də uşağın ağır fiziki zorakılığa məruz qaldığı aydın görünür. Uşağın bütün bədəni uzun müddətdir verilən işgəncələrin izi ilə də doludur. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmali Ağazadə bildirib ki, artıq uşaq tibbi ekspertizadan keçirilib. Uşağa psixoloji, tibbi və hüquqi yardım göstərilib. 3 gün bundan öncə uşağı 3 il müddətində saxlayan bir dayə bizə müraciət elədi. Bildirdi ki, 2024-cü ilin dekabrından uşağı anası bir neçə günlük götürüb aparıb. Amma ondan sonra gətirməyib və hər dəfədə telefon açıb ancaq uşağa verdiyi işgəncələri göstərib və ya videolar göndərib. Dəfələrlə bildiriblər ki, yazıqdır, bunu eləmə. Bir baxaq, eyb yoxdur, sən işlərini gör. Qadın heç bir şeyə cavab verməyib və hər dəfə də bildirib ki, uşağın belə olmasına səbəbkar, mənə itaət etməməsinə səbəbkar sizlərsiniz. Daxili İşlər Nazirliyinin məlumatına görə sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb. Aidiyyatı dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub. Polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.